Müdaxilə var Bəxtiyardan. Top oynamışdı. Top meydandan çıxır, out. Qarabağ düşərgəsində etirazlar var az əvvəlki müdaxiləyə. Kadi. Romao. Yenə Kadi. Kadi və daha bir penalti. Daha bir penalti. Bəli. Bu dəfə mübahisədə olacaq bir məqam yoxdur. İrasabal qaydanı pozdu Kadiyə qarşı. Artıq keçmişdi. İrasabal qaydanı pozur. Və Qarabağ daha bir penalti vuracaq. Bildirdi buna görə o da sarı vərəq alır. Musayevə, qırmızı vərəqə Murad Musayevə. Murad Musayevə qırmızı vərəqə göstərir İnqilab Məmmədov. Qırmızı vərəqə Murad Musayevə. Bundan əvvəl bir sarısı var idi onun. Şeydayev və hakim nə deyir burada, 50 oyun var deyir. Hakimin qərarı penalti nöqtəsini göstərir hakim. Penalti, 50 oyun və sarı vərəq Amin Seydiyevə. Bir daha baxaq. Şeydayev. Ayaqdan çıxan top, əl açıq. Epizodu sanki xilas etdi düşüncəsi Amin Seydiyevdə. Şeydayev qapıya zərbi, top qapıdan keçirir. Ceballos, Letic, Da Silva zərbə indirir, əlini oynayışa ilə var. Hamı getdi hakimin üstünə, Elçin Məsiv deyir ki, oynayın, lazım olsa vardan işarə gələcək. Hücumu yarımçıq dayandırdı Elçin Məsiv. Təkara baxmağa ehtiyac duyacaqmı, yoxsa Varın tövsiyəsi kifayət edəcək, baxaq. Da Silva'nın zərbəsi buradan heç nə görünmədi, buradan bilinəcək. Əl açıqdır, bədəni genişləndirir. Əlin təbii vəziyyəti deyil, mümkün penalti yoxlanılır. Elçin Məsiv özü baxmağa gedir. Belə başa düşürəm ki, o əli təbii vəziyyətdə olduğunu görüb deyib, vardan isə əks tövsiyə var. Varın təkrarından sonra başqa bir rakursdan təkrar gələcək, görək, danışılır. Məncə ki, hakimlər özləri də qararsız qalırlar. Əl təbii vəziyyətdədir, yoxsa yox, heç nə yoxdur. Elçin Məsiv bildirir ki, əl təbii vəziyyətdədir. Cərmə zərbəsi yerinə yetirildi, ötürmə ilə cərmə meydançasına. Seydiyev zərbəsi, zərbə idiyə ötürmə. Və indi gol! 4-4 olur hesab. Apey həm oyundan kənar vəziyyət. Yan xətt hakimin bayrağı havada. Oyundan kənar vəziyyət deyil. Top Qarabağ futbolçusundan mı gəlmişdi? Baxırıq, bax bu epizodda. Top var burada Qarabağ futbolçularından. Bax. Son qərar nə olacaq? Uzatma dəqiqələrində vurulur. Orada Bəxtiyar var idi, Cəfər Quliyev var idi. Cəfər Quliyevin ayağından mı gəldi? Kənar vəziyyət, qol qeydə alınmır. Və hakim də görüşün bitdiyini bildirir. Maç başa çatdı. 4-3 Qarabağ. Bu görüşdə qalib gəlir tamaşaçılar. Bir daha qeyd edim, yəni istənilən halda nə olursa olsun, yəni çox